Sizə yağlar haqqında məlumat vermək istəyirəm. 1, 2, 3. 3 dənə kateqoriyada. Birinci növ çiğ süddən əldə olunmuş ciyədir və ciyədən yağ istehsal olunur. İkinci isə bildiyimiz kimi bişmiş süddən 75-80 dərəcəyə gəlir və tərkibində olan yağ çıxarılır. Üçüncü isə qatıqdan əldə olunmuş yağdır. Birinci hazırlanan ciyədən əldə olunan yağ çiğ yemək risklidir, çünki tərkibində olan bakteriya və viruslar ölmür. İkincisi isə heç bir riski yoxdur, çünki orada temperatur görmüş süddür. Bunu səhər yeməklərində, günorta və axşam yeməklərində və ya xörəklərinizdə işlədə bilərsiniz. Və digər isə qatıqdan əldə olunmuş yağdır. Ərinməmiş yağ 1 kilosu 18 manatdır. Ərinmiş isə belə əridilib, tam ayranı ayrıldıktan sonra onun isə 3 kiloluq balonu 72 azendir. Allah büdcənizi uyğun eləsin, rahatlıqla bu yağları alıb istifadə edə bilərsiniz.